Heydər Əliyev prospektinə 200-250 metrlik məsafədə, Xırdalan şəhərində 2 mərtəbə, 4 otaqdan ibarət həyəti olan həyət evi təqdim edirəm sizlərə. Təqdimata başladıq evimizin qonaq otağından. Baxırsınız, bu şəkildə qonaq otağı var, geniş ölçüyə malik. Evimizin istilik sistemi kombi sistemidir. Ərazidə qaz, su, işıq tam olaraq fasiləsiz verilir. Və onu da qeyd edim ki, xüsusi bir qeyd. Yəni bu ərazidə siz bildiyiniz ərazilərdən deyil. Su basma, sel, filan belə şeylər qətiyyən yoxdur. Gələn zamanda şahid olasınız. Yəni qupquru ərazi, 2 mərtəbə, 4 otaq, əla bir qiymətə təklif olunur bugünkü gündə. Bazar qiymətindən qat-qat aşağı. İndi isə keçək evimizin digər hissələrinə də baxaq. Evimizin belə bir giriş hissəsi var. Baxın, girişdən daxil olduq. Çölə çıxanda göstərəcəm. 5 daş kürsülüdür. Geniş bir dəhlizdir. 2-ci mərtəbəyə qalxan pilləkəndir. 2-ci mərtəbədə yerləşir 3 yataq otağı. 1-ci mərtəbədə yerləşir qonaq otağımız, mətbəx. Təbii ki, evdə qalacaq mətbəx mebeli, kombi, radiatorlar, bütün kommunal sayğaclar qaydasında, qaz, su, işıq, al, köç, yaşa vəziyyətdədir. Evi alan şəxsə qısa bir zamanda ev təhvil veriləcək. Sonda sizlərə evimizin həyət hissəsini təqdim edəcəm. Burada da əlavə avadanlıqlar yığmaq üçün yerdə var. İndi isə qalxırıq 2-ci mərtəbəyə. 2-ci mərtəbədə 3 yataq otağı, sanuzel qovşaqlığı yerləşir. 2-ci mərtəbədə 3 yataq otağı və sanuzel qovşağımız var. 2-ci mərtəbənin sanuzel qovşağında aksesuarlar qoyulmayıb. 3 geniş yataq otağı və eyvan hissəsi var. Burada bir yataq otağımızdır. Bu yataq otağından eyvana çıxış var. Görürsünüz bu şəkildə. Xırdalan şəhərində Heydər Əliyev prospektinə 200-250 metrlik məsafədə 2 mərtəbə, 4 otaqdan ibarət əla bir qiymətə evimiz satışa çıxıb. Qiymət videonun açıqlama bölməsində qeyd olunub. Zəhmət olmasa diqqətlə baxın, qiymətini görəcəksiniz. İndi isə keçirik evimizin həyət hissəsinə. Yerləşir evimizin həyət hissəsi. Görürsünüz bu şəkildə həyəti var. Bütün kommunal sayğacları tam olaraq qaydasında 2 mərtəbə, 4 otaqdan ibarətdir. Normal həyəti var, rahatlıqla stol qoyub otura bilirsiniz. Hətta avtomobil də daxil etmək mümkündür. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz. Qiymət açıqlama bölməsində qeyd olunacaq. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.